Türkiyənin qalmaqallı çıxışları və fərqli həyat tərzi ilə tanınan məşhur müğənnisi Bülent Ersoyun sahib olduğu varidatın miqyası ictimaiyyətə açıqlanıb. Xəbərin ünvanının əldə etdiyi məlumata əsasən səhnə fəaliyyəti və uzun illər ərzində qazandığı uğurlar nəticəsində böyük sərvət toplayan Ersoyun təkcə İstanbulda deyil, Türkiyənin bir çox bölgəsində dəyəri milyonlarla ölçülən əmlaklara malik olduğu bildirilib. Mənbənin verdiyi bilgilərə görə müğənninin İstanbul şəhərində ümumilikdə 28 mənzili və 4 ədəd dəbdəbəli villası mövcuddur. Bundan əlavə istirahət mərkəzləri ilə məşhur olan Muğla, Bodrum, Antalya və Marmaris bölgələrində də lüks yaşayış evləri sənətçiyə məxsusdur. İstanbulun seçilən məhəllələrindən biri olan Fənərbağçada isə Ersoyun şəxsi saunası yerləşir. Eyni zamanda Fəthiyə bölgəsində ona məxsus yanacaq doldurma məntəqəsi də fəaliyyət göstərir. Sənətçinin yalnız daşınmaz əmlakla kifayətlənmədiyi məlum olub. Bülent Ersoyun həmçinin 30 metrlik lüks yaxtası, eləcə də müxtəlif müəssisələrə icarəyə verilmiş kranlar və buldozerlərdən ibarət böyük texnika parkı da var. Ersoyun möhtəşəm sərvəti sosial media və Türkiyə mediasında geniş müzakirələrə səbəb olub. Onun bu qədər var dövlətə sahib olması sənət dünyasında da maraqla qarşılanır. Qeyd edək ki, Bülent Ersoy Türkiyə musiqisinin ən önəmli və ikonik simalarından biri sayılır. O, həm səhnə fəaliyyətindəki uğurları, həm də şəxsi həyatı ilə tez-tez medianın gündəmində yer almaqdadır. Bəs siz bu haqda nə düşünürsünüz? Fikirlərinizi şərh bölməsində qeyd etməyi unutmayın. Videonu bəyənərək və kanalımıza abunə olaraq bizə dəstək ola bilərsiniz.